Ey o şəxsi ki, bütün xeyir işlərdə ümidim onadır və amənu saxatahu ində kulli şər, bütün şər işlərdə ona sığınıram, ona pənah gətirirəm. Bir olan Allahın adıyla başlayıram, Rəhman və Rəhim olan Allahın adıyla. Mənası budur ki, yəni bu işi əvvəldən axıra kimi Allahla davam edəcəm. Əgər bir şəxs bir işi əvvəldən axıra kimi Allahla davam edərsə, o iş kamil işdir. Əli əleyhissalam buyurur ki, Allah elə bir varlıqdır ki, bütün məxluqat ehtiyac və çətinlik zamanı ona sığınır. Ümidlər başqasından kəsildikdə, vasitələr aradan getdikdə ona tərəf yönəlir hamı. Ümumiyyətlə biz bu dünya üçün deyilik. Ümumiyyətlə Allah Teala bizi axirət üçün yarandı və bizim attığımız hər addımın uxrəvi nəticəsi olmalıdır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vəl-aqibətu li-əhli-təqva vəl-yəqin. Salam dəyərli dostlar, hörmətli möminlər, xoş gördük sizi bu verilişimizin bugünkü buraxılışında. Dəyərli dostlar, Hucurat surəsinin təfsirin Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm və əhl-i beytdən nəql olunan hədislər əsasında başladıq. Hucurat surəsi qeyd elədi ki, Mədinədə nazil olmuş surələrdən biridir və Hucurat surəsinə Hucurat adı verilib. Bu məqsədlə ki, Hucurat surəsinin 4-cü ayəsində bu kəlmədən istifadə olunur. Bildiyiniz kimi, surələrin düzümü, ayələrin düzümü və yaxud da surələrin adı Peyğəmbərin əmri ilə olub. Belə deyil ki, surələr elə nazil olanda bu düzümdə və ayələr nazil olanda bu düzümdə, Quranda, bizim qarşımızda olan Quranda qeyd olunan kimi nazil olanda belə olmayıb. Yəni, Peyğəmbərin əmri ilə olub və həmçinin bəzi surələrin adları və Hucurat surəsi də qeyd elədi ki, Hucurat adlandırılıb. Niyə? Çünki həmin surədə Hucurat kəlməsindən istifadə olunub. Hucurat, hücrə kəlməsinin cəminə deyərlər, hücrə də otaq deməkdir. Surəyə ümumi baxış bundan ibarətdir ki, bu surəyə deməli, İslami əxlaq surəsi adı da verilib. Çünki bu surədə ictimai və əxlaqi məsələlərdən söz açılır və Peyğəmbərlə davranış, ictimai davranış ədəbləri və bunun kimi əxlaqi məsələlər qeyd olunur bu surədə. Ümumilikdə, əxlaqi mesajlar bu surədə bundan ibarətdir. Birinci, Allah və Peyğəmbərə ehtiram məsələsi önə çəkilib və qeyd olunub əvvəlinci ayələrdə və xəbərlərin düzgünlüyünün araşdırılması, hansı ki, ən aktual mövzulardan biridir gündəmdə, xüsusən dövrümüzdə xəbərlərin yayılma surəti, texnologiyanın inkişafına görə, məsələn, WhatsApp vasitəsilə, sosial media vasitəsilə, bunların sürətlə xəbərlərin yayılması zamanında daha çox ehtiyacımız var xəbərlərin araşdırılmasına. Burada da yenə də bax, bu ayədə qeyd olunub ki, hər qəbul etdiyiniz xəbəri yaymayın və onun düzgünlüyünü araşdırın. Sülh və barışın əhəmiyyəti barəsində surədə söz açılıb, həmçinin cəmiyyətdə xoşagəlməz rəftarlardan uzaq durma məsələsi insanların üstünlük meyarı və ölçüləri barəsində bu surədə söz açılıbdır. Surənin birinci ayəsi Bismillahirrahmanirrahimdir. Bildiyiniz kimi, Qur'anın başlanğıc ayəsidir. Allahın ümumi və xüsusi rəhmətini təkid edir bu surə, bu ayə. Alimlərin böyük əksəriyyəti buyururlar ki, surələrin hər birinə aid olan bir hissədir. Bəziləri qeyd edirlər ki, Bismillah əvvəldə nazil olub və bir ayədir, qalan surələrdə isə təkrar olunub. Amma böyük əksəriyyət alimlər deyirlər ki, hər surənin başlanğıcında xüsusi olaraq nazil olur, müstəqil şəkildə bir ayədir və
Hətta alimlərin bəziləri qeyd edirlər ki, hər surədəki Bismillahın o surənin məzmunu və mənasına uyğun olaraq mənası vardır. Buna əsasən bütün surələrdə Bismillahın fərqli mənası vardır. Bəs Bismillah hər surənin başlanğıcında vardır, Qur'anın başlanğıc ayəsidir. Amma Tövbə surəsində yoxdur, əziz dostlar. Niyə görə? Bir neçə səbəbi var. Səbəblərindən biri budur ki, Tövbə surəsi ondan öncəki surənin davamı olduğu üçün onda Bismillah gəlməyib və yaxud da qeyd edirlər ki, Bismillahirrahmanirrahim ayəsində Allahın rəhmət sifətləri qeyd olunub, amma Tövbə surəsində Allah müşriklərə və kafirlərə müharibə elan eləyir. Allahın qəzəb sifəti orada qeyd olunur. Ona görə də burada bu Bismillahirrahmanirrahim ayəsi qeyd olunmayıb. Tövsiyə olunur ki, bütün işlərin başlanğıcında Bismillah deyilsin, bu ayə qeyd olunsun. Və hətta hədislərdə var ki, Bismillahirrahmanirrahimsiz işlər yarımçıq qalacaq. Mümkündür bəziləri düşünsün ki, çox vaxt elə biz Bismillah ilə başlayırıq bu ayəni, bütün işlərimizin əvvəlində başlayırıq, ancaq bəzi işlər elə yarımçıq qalır. Amma hədis var ki, hər kim Bismillahla başlayarsa, o iş natamam qalmaz, kamil olar. Məqsəd Bismillahı dildə demək deyil, dostlar. Bismillahı yaşamaq deməkdir. Mən əgər Bismillahirrahmanirrahim deyirəmsə, yəni başlayıram, bir olan Allahın adıyla başlayıram, Rəhman və Rəhim olan Allahın adıyla, mənası budur ki, yəni bu işi əvvəldən axıra kimi Allahla davam edəcəm. Əgər bir şəxs bir işi əvvəldən axıra kimi Allahla davam edərsə, o iş kamil işdir. Hətta dünya evində, bu zahiri aləmdə, əgər yarımçıq olsa da belə, o Bismillah ilə atılan bütün addımların savabı var, kəmalı var və axirət dünyasında mükafatı var. O işlər ki, bu dünya üçün xülasələnib, onlar naqisdirlər. Nəyə görə? Çünki ümumiyyətlə biz bu dünya üçün deyilik. Ümumiyyətlə Allah Teala bizi axirət üçün yarandı. Və bizim attığımız hər addımın uxrəvi nəticəsi olmalıdır. Və bu dünyada attığımız hər addımın əgər uxrəvi nəticəsi yoxdursa, o iş naqisdir. Bu anlamda vardır. Amma insan əgər həqiqətən Allahla davam edərsə, Allah onun işlərin bu dünyada heç vaxt naqis qoymaz. Həzrəti Əli əleyhissalamdan nəql olunan bir hədisi diqqətinizə çatdırım. Əli əleyhissalam buyurur ki, Allah elə bir varlıqdır ki, bütün məxluqat ehtiyac və çətinlik zamanı ona sığınır. Ümidlər başqasından kəsildikdə, vasitələr aradan getdikdə ona tərəf yönəlir hamı. Bismillahın mənası odur ki, mən bütün işlərimdə yalnız Allaha arxalanıram. Elə bir Allah ki, ibadət yalnız ona layiqdir. Çətinliklərdə mən yalnız ondan kömək istəyirəm. Dua etdikdə isə cavab verən yalnız odur. Və həmçinin Həzrəti Əli əleyhissalamdan başqa bir hədis nəql olunub. Bismillah hər surənin əvvəlində olan ayədir, surənin bitməsi və başqa surənin başlaması bununla bilinir. Allah tərəfindən göndərilmiş bütün kitablar Bismillah ilə başlayır. Bu da Həzrəti Əli əleyhissalamdan nəql olunan başqa bir hədis. Bu ayənin qısa olaraq mənasına gəldikdə isə Allah üçün bu ayədə iki əsas sifət qeyd olunub. Rəhman və Rəhim sifəti. Məsum imamlardan nəql olunan hədislərə əsasən Allahın rəhməti iki qismdir. Ümumi rəhmət var, xüsusi rəhmət var. Ümumi rəhmət bütün məxluqat üçün nəzərdə tutulmuş rəhmətdir. Xüsusi rəhmət yalnız möminlər üçün. Başqa sözlə desək, ümumi rəhmət bütün məxluqat üçün dünyada olan rəhmətdir, amma xüsusi rəhmət yalnız möminlər üçün
uxrəvi rəhmətdir. Allah Taala hamıya rəhm eləyir bu dünyada. Ümumi rəhmət şamil olur Allahı tanıyana, Allahı tanımayana, Allaha itaət edənə, Allaha itaət etməyənə, insanlara, insanlardan başqalarına, heyvanlara, bitkilərə, bütün məxluqata şamil olur Allahın ümumi rəhməti. Allahın rəhməti sayəsində heyvanlar qidalanır, bitkilər qidalanır, ağaclar qidalanır, insanlar qidalanır. Allahın neməti sayəsində olur, lütfi və mərhəməti sayəsində olur bunlar. Və hətta Rəcəb ayının dualarında qeyd olunub ki, ya mən ərcuhu likulli xeyr. Ey o şəxsi ki, bütün xeyir işlərdə ümidim onadır. Və amənu səxətəhu ində kulli şər. Bütün şər işlərdə ona sığınıram, ona pənah gətirirəm. Ya mən yu'til kəthirə bil qəlil. Ay o şəxsi ki, az müqabilində çox verirsən. Ya mən yu'ti mən səələ. Ay o şəxsi ki, istəyənə verirsən. Ya mən yu'ti mən ləm yəsəl. Ay o şəxsi ki, istəməyənə də əta eləyirsən. Və mən ləm yərifuhu. Hətta onu tanımayana da əta eləyirsən. Allahın ümumi rəhməti budur. Yəni, insanlar var, Allahı tanımırlar. Ancaq bu dünyanın nemətlərindən istifadə eləyirlər, yaşayırlar, qidalanırlar. Bu havadan onlar da istifadə eləyirlər, bu sudan onlar da istifadə eləyirlər. Bunlar hamısı Allahın ümumi rəhmətidir. Amma Allahın bir xüsusi rəhməti də var. O yalnız möminlər üçündür ki, və axirət dünyasında Allaha iman gətirənlər, Allaha itaət eləyənlər, Allahı sevənlər və Allahın imtihanından, dünyəvi imtihanından üzü ağ çıxanlardır. Allahdan arzu eləyirəm ki, bizi Allahın həm ümumi və həm xüsusi rəhmətinə tuş gələnlərdən qərar versin inşallah. Allah hamınızdan razı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.